Ucarda canavarlar kəndə hücum edib, yırtıcılar kənddə sakinlərə məxsus xırdabuynuzlu heyvanları tələf edib. Vəhşi heyvanlar buradan gəlib, qoyunlarımız da burada olub. Buradan qatıb qabağına aparıb üzü belə. Üzü belə aparıb da orada yorğunluq var, yorğunluğa salıb qırıbdır. Hadisə günorta saatlarında rayonun Alpod kəndində baş verib. Kənd sakini Şamil Hüseynovun təsərrüfatına hücum edən yırtıcılar birbaş xırda buynuzlu heyvanı tələf edib, beşbaş heyvan isə aparılıb. Canavar gəlib 6 dənə qoyunumuzu öldürüb həyət yanı sahədə. Düyük düşməmişdə biri deyib, bilməmişik. Qəfəzən gəlir, olmur. Bundan irəlidə də gəlmişdi, düyük düşmüşük, düşdük, qovduq. Gəlib bu şey qapıda cümür. Gəldi, 6 baş heyvanımızın 5-ini öldürüb, birini də yeyib, çıxıb gedibdi. Təsərrüfat sahibi deyir ki, əvvəllər belə hadisələr gecə saatlarında baş verirdisə, son zamanlar canavarlar günün günorta vaxtı kəndə hücum edirlər. Ona görə də qorxuruq, gəlib qapıda uşağa cumar, nəvələrim zadım var, nəvələrimə cumar. Qapıya gələn heyvanlar sürü şəklində gəlir. Bir dəfə gəldi heyvanların içinə, yoldaşıma dedim ki, bu nədir belə? Çağırdım yoldaşımı, düşdü bax, dedi ki, canavardır. Mən indiyə kimi canavarı görməmişdim. Hündür bir heyvan idi vəhşi. Yəni, qovduq bir dəfə, çıxdı getdi. Sakinlər yırtıcı heyvanların kəndə hücumu səbəbindən çölə çıxa bilmirlər. Gecə yerə düşə bilmirik. Toğuq cəmizi çaqqallar da, canavarlar da toğuqçı saxlaya bilmirik. Hamısını götürüb gedirlər. Yəni 2000 manatdan da çox bizə ziyanlıq vurubdur. Bizə vurulan ziyanlığı kim ödəyəcək, nə cür eləyəcək bilmirik. Ucar rayon İcra Hakimiyyətinin Alpod kəndi üzrə nümayəndəsi Marif Abbasov bildirdi ki, mövcud durumla bağlı rayon İcra Hakimiyyətinə məlumat verilib. Yaxın vaxtlarda tədbirlər görüləcək. Diana Cəlali, Spice Xəbər, Ucar.